Bu şəhid Elxan Kərimovun evidir. 33 ildir şəhid olan 92-ci ildə Şuşada daşaltı əməliyyatında şəhid olmuşdur. Baxmırlar. Xahiş edirik, bir tədbir görəsiniz. Ailə uşağı gəlir maşınla. Qalmağa yeri yox. Taxtanın üstündə yatıb durmalılar mı? Yeri yoxdur. Baxın. Sizdən çoxlular, sizə xahiş edirəm. Bunun ailə uşağı gəlir bura. İcraya gedir. İcra qəbulləmir. İcranın mavinləri qəbulləmir. Sizdən xahiş edirik ki, bir tədbir görəsiniz. Bu da bizim şəhidimizin evi. Baxın. Bu evdə adam qalarmı? Gəlirlər, taxtanın üstündə qalırlar. Hələ vaxtı var ki, maşınla qayıtıb gedirlər, maşında yatırlar. Bu belə olan şey deyil. Sizdən xahiş edirik ki, bir tədbir görmə. Bax, pəncərələr sınıb. Baxın. Neçə dəfələr gəlib icranın qəbuluna, icra qəbulləməyir, mavinləri qəbulləməyir. Baxın da, baxın. Kərimov Elxan Sümbəyoğlu Qobo rayonunun Gərək kəndində 1960-cı ildə anadan olmuşdu. O sıradan Qaradağ rayonunda yaşayıb, könüllü yazdıraraq 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Orada 92-ci ildə Şuşada daşaltı əməliyyatında şəhid olaraq gözlərini əbədi yummuşdur. Sizdən xahiş edirik. Baxın, bu bizim şəhidimizin evi. Baxmırlar. İcra hakimi, icranın mavinləri, Kərimov Elxanın ailəsi, uşaqları gəlir, qalmağa yeri yoxdur. Maşınla gəlib, maşının içində qalırlar. Sizdən xahiş edirik, gəlib bir tədbir görəsiniz. Heç bir icra nümayəndəsi, baxın, bu da bizim şəhidimizin evi, hörmətli şəhidimizin evi. Baxın, sizdən xahiş edirik, gəlin tədbir görəsiniz. Bura, baxın, pəncərələri, şüşələri qırılır. Bura balkon. O 2 dənə otaqdır. Baxın. Burada hansı bir insan yaşayır. Sizdən xahiş edirik, gəlib bir tədbir görəsiniz.
Şəhidlərimizə hörmət qoymaq lazımdır. Vətən uğrunda şəhid olmuşdular. Sizdən xahiş edirik.